Salam, dəyərli şagirdlər, dəyərli valideynlərimiz və müəllimlərimiz. Hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova sizi növbəti monitorinq sınağı ilə tanış etmək istəyirəm. Bəli, həm sınaq, həm də izahı olmuş olacaq. Başlayaq. Hansı cümlədə fərqləndirilən söz zərfdir? Cavabımız B variantı olacaq. Burada biz nəyi bilməliyik? Zərf hərəkətə aid olur əsasən. Bax, burada sakit niyə olmaz? Burada da və burada da həmçinin. Bunlar niyə olmaz? Çünki əşyanın bir ismin yanındadır. Sakit sözü əgər əşyanın yanındadırsa, o zaman zərf ola bilməz, o zaman sifət ola bilər. Hansı söz hərəkətin zamanını bildirir? Görün, məsələn, tutaq ki, yatmışam. Nə vaxt yatmışam? Dünən. Zamanını bildirmək üçün nə vaxt, nə zaman sualına cavab verməlidir. Hansı cümlədə yaxşı sözü zərfdir? Yaxşı sözün də zərf olması üçün yenə də həminki qayda hərəkətin yanında olmalıdır. Yerinə yetirmək bizim hərəkətimizdir və yaxşı sözü də bu hərəkətin düz yanındadır. Amma digər variantlarda görürsənmi, yaxşı sözü əşyanın yanındadır. Bu tip sözlər ismin, yəni əşyanın yanında olanda sifət olur. Yox, hərəkətin yanındadırsa deməli zərfdilər. Hansı söz birləşməsidir? Cavab D variantı. Sürətlə çox, axşam yavaş, geri nə vaxt? Yadda saxla, söz birləşməsində bir məntiq olmalıdır. Sürətlə çox deyəndə nə anlayırsan? Axşam yavaş deyəndə nə anlayırsan? Amma yaxşı fikir, yaxşı ideya, yaxşı insan. Görürsənmi? Burada bir məntiq cəhətdən də birləşmə var. 44 günlük vətən müharibəsi. 2020-ci ildə baş verən 44 günlük vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələ açdı. Bu müharibə xalqın birliyi, ordunun gücü və dövlətin qətiyyəti nəticəsində qələbə ilə başa çatdı. Döyüşlər zamanı əsgər və zabitlərimiz böyük igidlik göstərərək torpaqlarımızı işğaldan azad etdilər. Müharibə təkcə hərbi mübarizə deyil, həm də iradə və ruh savaşı idi. Azərbaycan ordusu müasir döyüş texnikası və düzgün taktika ilə düşmənə üstün gəldi. 8 noyabrda Şuşanın azad olunması qələbənin əsas simvoluna çevrildi. Bu zəfər xalqımıza qürur hissi yaşatdı və tariximizə həqiqətən də qızıl hərflərlə yazıldı. Və nə xoş bizlərə ki, nə xoş bu dövrün insanlarına ki, qələbəni elə öz gözlərimizlə gördük. Yəni, kimlərsə demədi, məsələn, ola bilər ki, biz nəvəmizə, nəticəmizə 20 il əvvəl, 30 il əvvəl qələbəmizi danışaq. Biri də var ki, onu gözlə yaşayasan, görəsən. O səbəbdən uşaqdan böyüyə hər kəs fəxr ediləsi bir vəziyyətdədir bu dəqiqə ki, bu müharibənin müsbət nəticəsini hər kəs görmüş oldu, yaşamış oldular o qürur hissini. 44 günlük müharibə nə ilə nəticələndi? Əlbəttə ki, qələbə ilə nəticələnmiş oldu. Şuşanın azad olunması nəyi simvolizə edir? Qələbənin əsas mərhələsini, müharibənin başlanmasını yox, köçkünlərin köçünü yox, atəşkəsi yox, qələbənin əsas mərhələsi Şuşanın azad olunması ilə başladı. Yadınızdadırmı? Şuşa azaddır deyəndə, Şuşa sən azadsan deyəndə artıq bildik ki, söhbət demək olar ki, həll olunub. Daha sonra əlbəttə ki, həll olunduğu haqqında qərar da qəbul olundu. Gələk. Ordu, dövlətin dayağı. Hər bir müstəqil dövlət üçün güclü ordu həyati əhəmiyyət daşıyır. Ordu ölkənin təhlükəsizliyini qoruyur, xalqın rahat yaşamasını təmin edir. Azərbaycan ordusu son illərdə peşəkarlığı, intizamı və döyüş qabiliyyəti ilə seçilir. Əskərlərimiz vətənə sədaqətlə xidmət edir və verilən tapşırıqları dəqiqliyi ilə yerinə yetirirlər. Ordunun gücü yalnız silah və texnika ilə ölçülmür. Əsl güc vətənpərvərlikdə, birlikdə, mənəvi ruhdadır. Gənclərin hərbi vətənpərvərliyi ruhunda tərbiyə olunması gələcək üçün mühüm əhəmiyyət daşıyır. Güclü ordu, güclü dövlət deməkdir. Mətnə görə ordunun əsas vəzifəsi nədir? Dövlətin təhlükəsizliyini qorumaq. Bəli, silah bəs etmir. Bu silahı düzgün istifadə etmək üçün sənin vətənpərvərliyin, mərdliyin lazımdır. Cavab B variantı. Ordunun gücü əsasən nədən asılıdır? Vətənpərvərlikdən, birlikdən. Bax, silahdan yox, say çoxluğundan yox. Burada bir birlik olmasa sən say çoxluğundan bir şey edə bilmərsən. Əziz şagirdlər, valideynlər, müəllimlər, bu bizim artıq belə deyə də
bir sınağımız deyil də, bir neçə sınağımız təşkil olunub ödənişsiz formada, onlardan biridir. Əgər siz indiyə qədər bu sınaqlarla tanış olmamısınızsa, 077 752 28 93 menecer nömrəsinə yazmaqla istənilən, istər 30 suallıq sınaqlar, 10 suallıq sınaqlar, bizim bir sual, bir cavab adı altında layihələrimiz də var. O layihələrə də qoşulmaq üçün bu nömrəyə yazın. Deyin ki, mən monitorinq üzrə bütün ödənişsiz qrupları istəyirəm, ödənişsiz kanalları istəyirəm və həmçinin ödənişsiz sınaqları istəyirəm. Əziz və dəyərli şagirdlər, bundan əlavə də, yəni bilirsiniz də, nə qədər çox təkrarlarınız olsa, sınaqlarınız olsa, o qədər daha çox, yəni sizin belə deyək də bazanız artacaq. O səbəbdən də bunlardan əlavə başqa bir test də istəyirsinizsə, bizim FES Akademiya məxsus olan monitorinq toplumumuz bütün məktəb kitabxanalarında ödənişli formada satılır. Oradan da həm mətnlər, həm də eyni zamanda bu formada qrammatik suallar işləyə, izləyə bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.